kömək olsunlar. Balamın qatilinin tutulmasına kömək olsunlar. Məni bu əzabdan qutarsınlar. Sən vapşa heç boynuna almısan bu sözləri. Deyirsən, mən görmədim. Və kim elədi, kim öldürdü mənim uşağımı? Vaxt uzadırlarmış ya. Axşama küsün uşağı meydana çıxardarlar, suya atıb tulluyorlar. Bir də qazalar basırarlar başqa yerə. Ki, şirkətdə ölmüb, başqa yerdə ölübdür. Bircə dənə arzum var, oğlumun qatili tutulsun. Ömrüm boyu sizə alqış eləyəcəm. Zorla oraya sağlıqlar arıq uşaq idi. Sağlıqlar ki, gözünü həmən bu lapatkı ilə təmizlə. Belə-belə təmizlərim içində. Gətirib qumu töküblər, varıb gedir. Baldon da orada rasılı. Traktora zəng elədi ki, get qumu tökdənə. Gəl başdan saldığın yerə həmən dəqiqə, niyə çıxartmırdı ki, görür uşaq buraya mı düşürdü? Sən əlin uşağı buyurub özü gətirib qumu tökürsən. Axtarırsan kəndi öyə işə gəzirsən. Gəlir sonra da reşotka qayırıblar ki, burayı düzəldiblər ki, hə, təzən öldürəndən sonra reşotka qayırıblar buraya. Kanişin şirkətinin diqqətsizliyi bu. Başında fırman olsaydı mənim uşağım da ölməzdi bu da. Günahkardır onlar. Öldürür, görürsə ki, qaçıb gizlənirlər. Naxçıvanın hamısı sözü bir yerə qoyub demirlər sözlərini ki, ya biz elədik, mən də bağışlayardım. Şirkətimi geri götürərdim, dərim, işte oldu. Sən vapşa heç boynuna almısan bu sözləri. Deyirsən, mən görmədim. Və kim elədi, kim öldürdü mənim uşağımı? Öz başına mı düşdü oraya? Mən Sabir'in anasıyam. Kömək olsunlar. Balamın qatilinin tutulmasına kömək olsunlar. Məni bu əzabdan qutarsınlar. Dözə bilmirəm. 8 ayda getdiyim yer bir qəbristanlıqdır, xəstəxanadır, bir də polisxanadır. Qurban olum, hamınıza yalvarıram. Kim nə bilir, bir nöqtə qədər bir nə bilirsinizsə, ey mənim qara çöpürlərim, ey mənim qardaşlarım, ey orada işləyən oğlanlar, bunların hamısına yalvarıram, hamısına qurban olum. Artıq əlim hər yerdən üzülür. Bircə dənə arzum var, oğlumun qatili tutulsun. Ömrüm boyu sizə alqış eləyəcəm. İzi itirmək istəyirlər. Piyunuz, mənim uşağımı vaxt uzadırlarmış ya. Axşama küsün uşağı meydana çıxardarlar, suya atıb tulluyorlar. Bir də qazalar basırarlar başqa yerə. Ki, şirkətdə ölmüb, başqa yerdə ölübdür. Əlimizin aşağı olmasından dedi ayana bir 6 ay məktəbimi donuzdurum. İşləyim, biraz pul yığım, gedim. Bilirsən də kirəzat belə. Mənim oğlum makro şirkətdə işləyirdi. Oktyabrın 22-si öydən çıxdı. 22-si də qaldı, 20-si qaldı, 24-ü tezdən mən ona işdən çıxanda bunger təmizləməyə girirəm deyə çıxanda sana özüm zəng eləyəcəm. Heç oğlumdan səs gəlmədi. Bir də baxdım ki, telefon açıldı. Telefon açıldı, səndə mən qumun altından çıxardıqlarmış, sarı yox imiş. Oğlumun 3 günü, 3-ünün sabahısı şirkət buraya gəldi. Biz üstüyü çağırdıq ki, gəl düzəlt 40-a kimi bunu 40 mərasimi altında keçməyə. Mənə belə yalvar yapış, belə mənlə yaxşı ünsiyyətə keçdilər ki, biz günahkar deyilik, sənin oğlun qatilini tutulacaq, özümüz səndən də çox narahatıyıq. Başladılar bu işlər görməyə, sənin həmişə dedi arxandıyıq, hay büyün, hay savaq. Heç bir nədən xəbərləri olmamış kimi özləri öz işlərinin dalındadır, iş davam edir. Mənim oğlum yoxdur həyatda.